Sayat Hanım'la da iştirak ediyor. Eğer direkt sözünüz varsa buyurun Sayat Hanım. Çok teşekkür ederim Ayşun xanım. Mən burada bütün tədbir iştirakçılarının hamısını ilk dəfə də təbriklər görürsünüz. Salamlayıram. Hamısının, hər kəsin çıxışını ayrı-ayrı dinlədim. Mənə çox gözəl təəssürat yaratdı. Xalidə xanıma çox təşəkkür edirəm. Düzdür, Xalidə xanım, canım mənim, siz mənə dəvət eləməmişsiniz. Mən sizdən həqiqətən buyurun, mən sizin gəlmək istəyirəm. nə üçün? Mən səmiyyətinizdən eləmişəm. Təşəkkür edirəm. Mən deməli Amerikada olanda orada yaşayıram bilirsiniz. Mən sizi sosial şəbəkələrdən izlədim, sizlə tanış oldum və dedim mən kiməm? Siz də dediniz ki, çox böyük yazıcımızdır. Sizin bu gözəl, təbii, ürəkdən dediyiniz sözlər mənim çox diqqətimi çəkdi. Əsasən sosial şəbəkələrdə qadınlara mən layiqlənmirəm. Amma açıq səmimiyyətini deyirəm, amma sizə qəlbim yatır. Və bu gün məni bura dəyərli Lütfiyə xanım Əsgərzadə mənim yoldaşıma kitab yazır, bu günlərdə çıxacaq. O məni dəvət edir. Çünki mən oradan Lütfiyə xanımla telefonla danışanda mənə demişdi ki, demişdim, bəs mən belə bir dəyərli xanımla tanış olmuşam. O da dedi ki, hə, sizin haqqınızda çox yüksək danışdı. Mən də sizin tədbirinizi Lütfiyə xanım, mən də ki, sənin sevdiyin Xalidə xanım Nuray bugün tədbiri var, gəl iştirak elə. Mən də bu tədbirə çox böyük səmimiyyətlə gəldim. Bütün Ayşun xanımlara təşəkkür edirəm mənə söz verdiyinə görə. Sizə həyatda can sağlığı, uzun ömür, işlərinizdə başarılar diləyirəm. Xumar həsrət yığar talimin yaxasına. Nur gelir bəxtin gözünə, dinləməlik yuxasına. Yoxluğuna dözmür ürək, kölə olub xəyalıma. Ruhumda gedən ağlığım, möhtaçdım yar sığalana. Ümidlərim misra.